Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçisi Pəri Firuz qızı. Bugün 19 iyun tarixində sertifikasiya mərhələsində təqdim olunan sualları bugünlərim sizlərə təqdim edəcəm. Bir neçə sual əldə etmişəm. Həmin sualları sizlərə təqdim edirəm. Gün ərzində də əldə etdiyim sualları sizlərə təqdim edəcəyəm. Bunun üçün kanala abunə olmağı unutmursunuz. Eyni zamanda da həmkarlarınızdan kimlərsə növbəti günlərdə imtahan verəcəksə, bu videonu həmin şəxslərə göndərməyiniz imtahanda onlar üçün faydalı ola bilər. Gəlin birinci sualımızla başlayaq. Hansı ki birinci sualımızda taksonomiyaya əsaslanan bir sualdır. Mağazada müxtəlif endirim kampaniyası təşkil olunur. Həmin mağazada endirim kampanyasının ən səmərəli olanı seçin. Yəni kampaniyalar içərisində ən səmərəli olanı biz seçməliyik. Ən səmərəli, ən uyğunun, daha uyğunun bu tipdə sözlər varsa müəllimlər, idraki sahəyə görə əlbəttə ki biz təhlil etmək mərhələsini seçməliyik. Ən səmərəli olanını istəyirsə cavabımız olacaq D variantı. Yəni rahat sualdır. Müəllimlərin də əksəriyyəti demək olar ki, yüksək bal toplayıbdır. Yəni çətin deyilən suallar varsa, yəni çox güman ki, həmin şəxs ya imtahana hazırlaşmayıbdır, ya da çox həyəcanlanıb ki, nəticə aşağı olubdur. Hazırlaşan, zəhmət çəkən hər bir şəxs imtahandan yüksək balla çıxa bilir. İkinci sualımıza baxaq. Müəllim fəza fiqurları mövzusunu tədris edir. Daha sonra şagirdlərə tapşırıq verir ki, şəhər parklarının birində bu fiqurlardan istifadə etməklə bir əşya düzəltsinlər. Baxın müəllimlər, bir əşya düzəltsin. Burada şagird özündən nə isə yaratmır. Müəllim burada şagirdə tapşırıq verir. Fəza fiqurlarını keçir. Fəza fiqurlarını keçəndən sonra müəllim şagirdlərə bildirir ki, şəhər parklarının birində bu fiqurlardan istifadə etməklə bir əşya düzəltsinlər. Yəni müəllimin tədris etdiyi dərsə əsaslanır. İdrak sahənin hansı mərhələsindən istifadə olunmuşdur? Tətbiq etmək mərhələsinə əsaslanacaqdır. Müəllimlərdən bir neçəsi mənə bildirdi ki, yaratmaq mərhələsini seçiblər, amma yaratmaq deyil müəllimlər. Çünki uşaq özündən nə isə yaratmır da, özündən nə isə yaratdığı zaman yaratmaq mərhələsi aid ola bilərdi. Müəllim tapşırıq verir, tapşırığın əsasında uşaq bunu yerinə yetirir. Tətbiq etmək mərhələsi sayılacaqdır. Sualın cavabı olacaq C variantı. Növbəti sualımız inteqrasiya sualıdır. Baxaq inteqrasiya sualına. Bir həftəlik məktəb bufetinin yemək menyusunu hazırlayın. Hazırlanan menyu həm sağlamlıq cəhətdən, həm də büdcəyə uyğun olsun. Verilmiş situasiyada hansı inteqrasiyadan istifadə olunmuşdur? Aha, müəllimlər, yəni inteqrasiyada da bilirik ki, dəyişikliklər var. Məsəl üçün, əvvəlki qaydaya uyğun olsa biz fənüstü fənlər arası seçə bilərdik. Amma inteqrasiya dəyişdiyinə görə biz burada fənüstünü seçə bilmirik, müəllimlər. Yəni, burada fənüstü artıq yoxdur. Bir həftəlik məktəb bufetinin yemək menyusunu hazırlayırıqsa, harada fənüstü inteqrasiya var, çıxdıq. Hazırlanan menyu sağlamlıq cəhətdən həm də büdcəyə uyğun olsun. Sağlamlıq cəhətdən dediyinə görə, yəni biz bunu biologiya fənni ilə əlaqələndirə bilərik. Büdcəyə uyğun olsun deyirsə, texnologiya fənninə uyğunlaşdıra bilərik. Verilən situasiyada hansı inteqrasiya istifadə olunmuşdur? Yalnız fənlər arası müəllimlər. Fən daxilidir, fən üstüdür. Daha sonra bunları götürə bilmərik. Cavabımız olacaqdır yalnız fənlər arası inteqrasiya D variantı. Bu qədər müəllimlər, yəni əlimdə olan sualları sizlərə təqdim elədim. Gün ərzində də müəllimlərin əldə etdiyim sualları sizlərə təqdim edəcəm. Bunun üçün kanala abunə olmağı unutmursunuz. Sağ olun, salamat qalın.